Bu üslubun üstün cəhətləri nədir? Bu üslubda bəhsin ixtiyarı müəllimin əlindən alınmır. Və onun sinifdə əhatəsi var. Bütün hamı qalır o sualın deyək, əsrində deyim, çərçivəsində deyək. Müəllim bəhsi nəzərdə tutduğu hədəfə doğru yönəldə bilir. Yəni müəllim fikri budur ki, məsələn bu desin, o necə şaşlıqda var ya, oynaya, geçsən qabağa, olur dama. Bu desin, o desin, hədəf dama olmadı. Hədəf müəllimin son söz onundur da. Bunların fikri lazım müəllimə. Hamısının fikri analiz eləsin, qiymət versin və sonra öz sözünü desin sübutlarla. Tələbələr də bilsinlər ki, bəli, mənim fikrim düz yoxsa səhv edir. Və bu üsulla dərsin vaxtı yerisiz suallar tələf olmur. Qəşəng ortaya sual qoyursan, orada vaxt tələf olmur. Vaxt bizim xeyrimizdə olur, israf olmur vaxtımız. Bunun nədir qüsuru? Nəyin? Bu bəhsin. Müəllimin şagird müəllim olsun. Kontrol edilən bəhs müəllimin şagirdi nəzərə alması metodudur. Belə ki, müəllim bəhsə bağlı kamil ixtiyara malikdir. Təcrübi və riyazi elmlərdə, necə məsələn təcrübə elm var, kimya, fizika, orada insan keçir təcrübə, filan maddə nə olur və riyazi elmlərlə bağlı olan bu üsulu o qədər də mənfəət və ifadəsi yoxdur. Amma elə şeylər var ki, məsələn kimya, fizika və riyaziyyatda orada mümkün bunun çox bir təsiri olmasın. Çünki orada praktika daha çox ehtiyacı var. Çünki tələbə danışması yox, göstərməyi də lazımdır. Əməli sürətdə. Elə elm var ki, məsələn, fəlsəfədir, digər elmlərdə, məsələn, təhsil filan. Orada nəzəridir, tələbə fikrini bildirir. Amma elə elm var ki, orada elm şərt deyil, nəzəri və əməli. Gəlsin tələbə, məsələn, bu maddə o maddəyə qaçsın, olsun kimyanın müəyyən bir maddəsi. Azad bəhs. Bu üsulda bir qadar olaraq müəllim hansısa bir sualın verilməsi və yaxud mətləbin, yəni mövzunun bəyan edilməsi ilə bəhsə başlayır. Və şagirdləri bəhsə iştirak etmək üçün buraxın sərbəst. Kim istəyir buyursun. Kim fikri var? Hökmən sən deməlisən, sən deməli deyilsən, yox. Sərbəst. Şagirdlər elə ki, özlərini sərbəst olduğunu hiss edirlər, asılışır, rahat fikrini bildirmək üçün. Nəzərlərini bildirmək üçün nə edirlər? Bir-birini yarışırlar. Mən deyim, o deyir, mən deyim. Həvəslənirlər də. Və danışmağa başlayırlar. Çoxlu sayda suallar verirlər. Nəticədə müəllimin yeni bir fəaliyyətə başlamaq və ya sualı bəyan etmək fürsəti olmur. Daha hamı danışırsa, hamı fikir bilirsə, daha bura yeni suala ehtiyac olmur. Yeni suala gərək olmur. Hələ hamı o sual haqqında bəhs edir və danışırlar. Bu üsulun nə kimi üstünlüyü var? Hansı üsulun? Bu azad bəhsin. Bu metodda şagird sərbəst formada və həddən artıq maraqla bəhsə iştirak edir. Sinif fəal və həyəcanlı olur. Şagirdlər asanlıqla öz fikirləri və düşüncələrini paylaşırlar. Azad bəhs şagirdlərin düşüncələrini müqayisə etmə baxımından zəmin yaradır, şərait yaradır və faydalıdır. Eyni zamanda şagirdlərə maraq oyadır və onlar nəticə əldə edincəyə qədər bəhs davam edir. Bu azad bəhsin nə kimi qüsuru var? Azad bəhs sinifdə səs-küy yaranması səbəb olacaq. Səs-küy olacaq. Və vaxtın yerisiz danışıqlar tələf olması səbəb ola bilər. Hamı danışır. Deyir, yox. Bir də danışın. Səs-küy salmayın. Yəni, kontrol müəllimdə olsa yaxşıdır. Amma müəllim deyir ki, nəsə danışır, rahatsız, artıq səs-küy olacaq. Heç kim eşitməyəcək və orada boş bir danışıqlar olacaq. Elə mövzu danışacaq ki, tələbənin biri sual əlaqəsi yoxdur. Və müəllim sinifi çox çətin mümkündür ki, çətin olsun müəllimin idarə etsin sinifi. Niyə? Çox səs-küy var. Qrup halında bəhs. Bu bəhslər iştirakçıların əksəriyyətinin nəzərdə tutduqları mövzu barəsində münəzzəm, yəni səliqəli və sistemli danışıqları şəklində keçirilir həyata bir bəhsdir bu. Qrup halındakı bəhslərin iştirakçıları 6 nəfərdən 20 nəfərə qədər ola bilərlər və bu qrupları adətən qrupun rəhbəri idarə edir.
Belə bəhslər iştirakçılara öz nəzər və düşüncələrini bir-biri ilə bölüşmə imkan verir. Hamı öz fikrini bildirsin. Əgər bu bəhslərdən düzgün şəkildə istifadə edilməsə, vaxtı nəticə əldə edilmədən boş yerə sərf olunacaq. Yəni, vaxt verilir, ona qəşəng istifadə elə. Qrup halında olan bəhslər aşağıdakı xüsusiyyətlərə malik olan mövzulara bağlı keçirilir həyata. 1. Mövzu, bəhsə iştirak edənlərin maraqlandığı mövzu olmalıdır. 6 nəfər, uzağı 20 nəfərə qədər. Bunların hamısı mövzusu eyni olsun. Məsələn, biri ki, filan şeyin bəhsidir, biri filan şeyin. Deyir, yox. Hamısı qərar versinlər ki, bizim bugünkü mövzumuz filan məsələdir. 2. Mövzu iştirakçıların onun barəsində məlumata malik olduğu və ya məlumat kəsb edə biləcəkləri məsələ barəsində olmalıdır. Onlar üçün faydalı və mənalı olmuş olsun. Yəni, mövzudan kənar danışılmasın orada və danışsın bilənlər, çünki bilmir, rahatca qulaq assın. Bilməyən danışmasın. Ya bilirsən, danış, bilmirsən, sus, olandan bir şey öyrən. 2 variant. Üçüncü yoxdur. Üçüncü nədir? Bilmir heç barədə məlumat, amma danışır. Nə danışır, heç mənası yoxdur. 3. Bəhsin mövzusu iştirakçılar üçün asan olsun və dərk edilən olsun. Asan olsun da hamı anlaya bilsin. 4. Elə mövzu seçilməlidir ki, seçilsə elə mövzu ki, onun barəsində müxtəlif nəzər və düşüncə irəli sürülə bilsin. Məsələn, içində elə bir mövzu olmalıdır ki, məsələn, qələm, qırmızı qələm. Bu var, sənin fikrin nədir? Kauçukdur, içində bunun şarkovu var. Vəssalam. Bu barədə hamı fikri eynidir də. Elə mövzu olmalıdır ki, orada fərqli fikir ortaya çıxsın. Fərqli fikirlər, bəhslər. Məsələn, Allahın zatı necədir? Hamı fikir bildir, qəşəng geçsin orada mövzuyu.